görmədən həbsə düşənlər indi narkotik vasitələr əkib becərməkdə məqsədlərini polisə izah edir. Saatlıda narkotik tərkibli bitki əkib becərən iki qardaş polis tərəfindən saxlanılıb. Qardaşlardan biri Eldəniz Feyruzoğlu Nərmanovun Saatlı rayonu Mikail Müşfiq küçəsi 14-də yerləşən həyatyanı sahəsindən narkotik tərkibli çətənək yollar aşkarlanıb. Məlum olub ki, Eldəniz Nərmanov çətənək yollarına bir müddət agrotexniki qaydada qulluq göstərib. Saxlanılan digər şəxs Famil Feyruzoğlu Nərmanov isə Sabir adına kanalın ətrafından tapdığı çətənə bitkisinin toxumlarını həyatyanı sahəsindəki qarğıdalı, badımcan və biber bitkilərinin arasında becərib. Onların yetişdirdikləri müvafiq olaraq 22 və 20 ədəd narkotik tərkibli çətinə bitkiləri aşkar edilərək götürülmüşdür. Əməlləri polis tərəfindən ifşa olunan hər iki qardaş çətənək yollarını şəxsi istifadə üçün əkdiklərini bildiriblər. Çəkərəm bunu, tumu tapdım, gəlirdim o kanalın üstündən. Götürdüm, gördüm 30 dənə tumu. Gətirdim, evə əkdim. Çəkməkdən ötərim. Hazırda fakt üzrə cinayət işi açılıb, araşdırma davam etdirilir. Elnari İbrahimova, Mirəl Əkbər Hüseynov, Saatlı. Binəqədi rayon polis idarəsinin əməliyyatçıları rayon ərazisində yerləşən mağazalardan birindən oğurluq etməkdə şübhəli bilinən şəxsi yaxalayıb. Tikinti materialları mağazasından